Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: Ya Resulallah, inneke le'ala hulukin azim. Sen həqiqətən böyük əxlaq sahibisən. Böyük əxlaqa, əzəmətli xasiyyətlərə sahibsən, maliksən. Bu ayənin şərhi olaraq, izahı olaraq Əli əleyhisselama müraciət edirik. Nəhcül Bələğənin 50-ci hikməti. İndi ola bilər kitabdan kitaba hikmətlərin sıralaması fərqli olsun. Nəhcül Bələğə 50-ci hikmət, ağa buyurur ki: Qulubur ricali vəhşiyyətun. İnsanların qəlbləri, ürəkləri vəhşidir. Vəhşi ərəb dilində əhliləşməmiş, ünsiyyətçil olmayan, insandan qaçan, yad, əcnəbi, ürkək, uzaqlaşan, qaynayıb qarışmayan anlamını verir. Ağa buyurur, insanların ürəkləri, insanların qəlbləri, ruhları vəhşidir, yəni ünsiyyətçil deyil, insandan qaçandır, uzaqlaşandır, qaynayıb qarışmayandır. Fəmən təəlləfəhə əqbələt aleyh. Kim bu ürəklərlə, bu qəlblərlə mülayim olsa, xoş əxlaq olsa, sevgi ilə yaxınlaşsa, məhəbbət göstərsə, mehriban olsa, mərhəmətli olsa, bu qəlblər ona üst tutacaq, ona yaxınlaşacaq. İnsanların qəlblərini, könüllərini almağın ən yaxşı yolu xoş əxlaqdır. Mən sizə deyim, hətta maddiyyət də deyil. Bir nəfər sizə mütəmadi olaraq maddi baxımdan dəstək versə, amma həmişə acılasa, həmişə mehribanlığa zid münasibət göstərsə, siz böyük şəxsiyyətli olsanız, ondan uzaqlaşacaqsınız. Ola bilər kimsə kiçik şəxsiyyətli olsun və pula görə, maddiyyətə görə yalandan ona mehribanlıq göstərsin, amma daxilindən gəlmir. İnsanlar onlara xoş əxlaq göstərəni sevirlər. İnsanlar mülayim insanları, əxlaqı xoş, mehriban, tənqid də edəndə sevərək tənqid edəni sevirlər. Onlarla ünsiyyətçil olmağı xoşlayırlar. Onlarla təmasda olmağı xoşlayırlar. İnsanların könüllərini fəth etməyin yolu məhz xoş əxlaqdan keçir. Allah Teala Peyğəmbərinə Quran-ı Kərimdə buyurur ki: "Vələv kunte faddan qaliyəl qalb lənfəddu min havlik." Sən yaxşı ki mehriban oldun. Əgər sən mehriban olmasaydın, sərt olsaydın, qəliz olsaydın, özünü kobud bir lider kimi göstərsəydin, ətrafından dağılışıb gedərdilər, uzaqlaşardılar səndən. Niyə? Çünki əleyhisselam onun cavabını verir. Qulubur ricali vəhşiyyətun. Adamların ürəkləri adamdan qaçandır, xasiyyəti budur. Xoşlamadığı, xoş münasibət görmədiyi şeydən qaçır, o ortamdan uzaqlaşır. Siz bir otelə getsəniz, orada elə girəcəkdə o qeydiyyat aparan insan sizinlə xoş rəftar etməsə, orada ya qalmayacaqsınız, qalsanız da acı-acı qalacaqsınız. Bir restorana gedirsiniz, orada xidmət göstərənlər sizə xoş üz göstərməsələr, yediyiniz də zəhrimara çevriləcək. Evə gəlirsiniz, həyat yoldaşınız sizinlə xoş münasibət göstərməsə, xoş gəldin eləməsə, qonaq gedirsiniz, getdiyiniz evin nümayəndəsi sizə xoş gəldin eləməsə, yaxşı münasibət göstərməsə, yaxşı təqdimat etməsə, yaxşı sunum etməsə, siz oradan uzaqlaşacaqsınız, sevgi göstərməyəcəksiniz. Sevgi görmədiyiniz yerə sevgi göstərmək istəmirsiniz. İnsanlar belədirlər. İnsanların könülləri qaçağandır. Onları əldə etməyin, yumşaltmağın, fəth etməyin, özünüzə bağlamağın yolu mehriban münasibətdir. Allah Teala Peyğəmbərinə Quranda buyurmur, sən böyük elm sahibisən, sən böyük
ibadət sahibisən, sən böyük təqva sahibisən, sən böyük siyasət sahibisən, sən böyük döyüşçüsən. Buyurur, sən böyük əxlaq sahibisən, gözəl əxlaq, yumşaq əxlaq sahibisən. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də buyurur bir hədisində, qiyamət günü mənə ən yaxın olan bu dünyada əxlaqı mənə ən çox oxşayandır. Kimin bu dünyada əxlaqı mənə çox oxşayırsa, qiyamətdə mənə daha yaxındır. Nə idi Peyğəmbərin əxlaqı? Peyğəmbərlə 2 dəqiqə söhbət edən adam deyirdi ki, məni bu dünyada bu kişidən çox sevən yoxdur. Odur ki, Əli əleyhissalamın kəlamını diqqət mərkəzində saxlayaq. Nəhcül Bəlağə 50-ci hikmət. Qulubur ricalə vəhşiyyə fəmən təəlləfəhə əqbələt əleyh. İnsanların qəlbləri ürkəkdir, ürkür, qaçır. Kim bu qəlblərlə mehriban rəftar etsə, qəlblər ona doğru yönələcək, ona doğru üz tutacaq. Allah'a emanet.